Ömrün səsləri, ümid və sevginin dastanı qədim Azərbaycanın geniş dərələrindən dağların ətəyində yerləşən Kəhlizli adlı kiçik bir kənddə həyat sanki 1000 illik dastanların sirlərini daşıyırdı. Hər səhər günəşin qızılı şüaları dağların zirvəsindən aşağı süzülüb, kəndin dar daş yollarının, qoca palıd ağaclarının kölgələrini və çayın sərin axışını işıqlandırırdı. Bu torpaq yalnız fiziki bir məkan deyil, eyni zamanda insanın ruhuna dərin izlər buraxan, ataların hikmətinin və keçmişin dərslərinin daimi xatirəsi idi. Kənd sakinləri hər küncdə atalarının nəğmələrini, keçmişin qürurunu və gələcəyə dair ümidlərini yaşadırdılar. Kəndin ən hörmətli ailələrindən biri olan İsmayılovların övladı olan Cavid, uşaqlıqdan bəri bu torpaqla və ənənələrlə iç-içə böyümüşdü. Atası Məmməd bəy hər axşam ocağın qarşısında toplanan ailənin gənc üzvlərinə həyat, acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi böyük bir roman kimidir. Bizim hər birimiz bu romanın səhifələrini yazırıq deyə öyüd verərdi. Cavid də atası sözlərində kəndin sakitliyində və təbiətin sükutunda həyatın mənasını tapmağa çalışır, hər gün öz içindəki işığı axtarırdı. Bir bahar səhəri Kəhlizlinin təravətli havası və çiçək açan bağları altında Cavid təsərrüfatın yanında torpaq əkməklə məşğul idi. O gün göydə incə buludlar üzü qaldırarkən, kəndin mərkəzində dolaşan incə və mehriban gülümsəməsi ilə bütün ürəkləri isidən Aygül adlı gənc qız diqqətini cəlb etdi. Aygülün saçları günəş şüalarının altında parıldayır, gözlərində isə sanki qədim nağılların, əfsanələrin dərin sirləri gizlənirdi. İlk dəfə gözləri üst-üstə gəldikdə, sanki bütün dünya bir anlıq sustu, yalnız iki ürəyin yavaş-yavaş səsini eşidirdi. Cavid o an başa düşdü ki, həyat ona yeni bir səhifə açmağa gəlmiş, sevgi və ümid dolu bir nağılın başlanğıcı olmuşdur. Hər gün təsərrüfat işləri zamanı və kəndin dar daş yollarında təsadüfən görüşən Cavid və Aygül bir-biri ilə uzun söhbətlər aparmağa başladılar. Palıd ağaclarının sərin kölgəsi altında, çayın sakit axışı yanında onlar öz arzularını, keçmişin dərslərini və gələcəyin hələ açılmamış ümidlərini bölüşürdülər. Cavid, atası Məmməd bəyin dediyi kimi, hər kədər, ürəyin dərinliyində gizlənən işığın parıltısını artırır sözlərini xatırlayaraq həyatın hər anını dəyərli hesab edirdi. Aygül isə bizim bu torpaq, dağlar və çay hər birimizin qəlbində əbədi izlər buraxır. Hər acı, hər kədər gələcək üçün yeni ümidlər doğurur deyərək sözlərinə dərin mənalar qatırdı. Kəndin sakit və nizamlı həyatı bəzən taleyin sərt sınavları ilə sarsılırdı. Bir gün dağların ətəyindən qəfilən sıx yağış və ani sel hadisəsi Kəhlizli kəndini böyük bir fəlakətlə üz-üzə qoydu. Çay daşaraq kənarlarına daşların qırılmasına, evlərin damlarının zədələnməsinə və tarlaların su altında qalmasına səbəb oldu. Kəndin sakinləri göz yaşlarını gizlədə bilmədən təbiətin sərt üzü qarşısında çaşqınlıq və kədər içində qaldılar. Lakin atalarının öyrətdiyi kimi onlar bilirdilər ki, hər fəlakət qəlbdəki işığı sarsıda bilməz, əksinə acıların ardında daha da parlaq ümidlər doğar. Cavid fəlakətin yaratdığı dağıntını aradan qaldırmaq üçün dərhal hərəkətə keçdi. O, yaralı qonşulara, zədələnmiş ev sahiblərinə yardım etmək üçün yorulmadan çalışdı. Hər dəfə çayın kənarında sakitcə oturub, həyat böyük bir roman kimidir, hər səhifəsində dərs və ümid var. Biz bu romanı sevgi və mərhəmətlə yazırıq deyə düşünürdü. Aygül də ətrafındakı insanlara yardım etmək, kimsəsizləri dəstəkləmək üçün əlindən gələni edirdi. Onun mərhəmətli baxışları və səmimi davranışları kəndin hər küncündə, hər daşında yeni ümidlər doğururdu. Fəlakətdən sonra Kəhlizli kəndi, keçmişin acı dərslərini unutmadan, lakin yeni başlanğıclara inamla qovuşdu. Kəndin yaşlıları, gəncləri atalarının nağıllarını və uzun illərin gətirdiyi hikməti yad edərək, həyatın hər anı, acı ilə şirin, kədər ilə sevinc, bizə gələcəyin nə qədər qiymətli olduğunu öyrədir deyə söz söyləyirdilər. Cavid və Aygül bu sözlərdən ilham alaraq bir-birinin yanında olmağın və sevginin gücü ilə hər çətinliyin öhdəsindən gəlməyin vacibliyini dərk etdilər. Onların sevgisi kəndin bütün sakini üçün ilham mənbəyi oldu, hər kəs onların hekayəsindən öz həyatında ümid və inam tapdı. Günlər keçdikcə Cavidin və Aygülün sevgisi daha da dərinləşdi. Onlar kəndin dar daş yollarında əl-ələ gəzir, palıd ağaclarının kölgəsində oturaraq həyatın mənasını, keçmişin dərslərini və gələcəyin ümid dolu sirlərini danışırdılar. Cavid, bizim hər birimiz bu torpağın, dağların və çayın sirlərini öz ürəyimizdə daşıyırıq. Həyatın hər acısı gələcək üçün bir dərs, hər kədər isə yeni ümidlər doğurur, deyərək ürəyindəki eşqi və inamı Aygülə bəyan edirdi.
Aygül isə sevgi, mərhəmət və ümid, bunlar hər çətinliyi aşmağın və həyatın dərin mənasını anlamağın əsas açarıdır. Bizim sevgimiz də bu ulduzların parıltısı kimi sönməzdir, cavabını verirdi. Kəhrizli kəndində böyük bir mərasim günü gəldi. Kəndin bütün sakinləri keçmişin dərslərinin, atalarının nağıllarını və qəlblərində yanan ümidləri yad edərək birlikdə gələcəyə addım atmaq üçün toplaşdılar. O axşam ulduzlarla bəzənmiş səma altında Cavid və Aygül kəndin mərkəzində qədim bir palıd ağacının kölgəsində əl-ələ oturaraq həyatın hər bir anını, sevinc, kədər, uğur və məğlubiyyəti dərin düşüncələrlə qiymətləndirdilər. Cavid sakit səs tonunda gecənin ən qaranlıq anında belə ulduzlar bizə içimizdəki işığı xatırladır. Bizim sevgimiz bu torpağın, dağların və çayın sirlərini daşıyan əbədi bir ümid kimidir, deyərkən Aygülün gözlərində sevginin və inamın parlaqlığını oxudu. O gecə kəndin hər bir sakini, keçmişin acı izlərini və gələcəyin ümid dolu səsini qəlbində daşıdı. Kəhrizli daş evlərin divarlarından, palıd ağaclarının qoca kölgəsində və çayın sakit axışında hər kəs öz həyat nağılına yeni səhifələr əlavə edirdi. Kəndin yaşlıları hər bir acı, hər bir kədər bizə gələcəyin nə qədər qiymətli olduğunu öyrədir, hər bir itki içimizdəki işığı daha da möhkəmləndirir, deyərək gənclərə və böyüklərə hikmət dolu sözlər söyləyirdilər. Cavid və Aygülün hekayəsi Kəhrizli kəndində nəsildən nəsilə danışılan, ümid və sevgi dolu bir dastan halına gəldi. Onların sevgisi yalnız iki gəncin romantik duyğusu değildi, o, insanın öz içindəki gücü, qəlbində yanan işığı və əbədi inamı təcəssüm etdirirdi. Hər dəfə kəndin dar yollarında gəzərkən, hər palıd ağacının altından insanlar onların hekayəsindən ilham alır, həyatın hər çətinliyinə qarşı sevgi və mərhəmətlə dirəniş göstərməyin vacibliyini xatırlayırdılar. Beləliklə, ömrün səsləri, ümid və sevginin dastanı adlı bu nağıl, Kəhrizli kəndinin hər küncündə, hər daşında və hər axan çayında əbədi iz buraxdı. Ataların hikməti, təbiətin gözəlliyi və gənclərin sarsılmaz inamı, gələcək nəsillərə sevgi, mərhəmət və ümidin əbədi gücünü öyrətməyə davam etdi. Hər səhər günəşin qızılı şüaları ilə başlayan, ulduzların səmasını bəzəyən o sakit gecələrdən insanlar öz həyat hekayələrini sevgi və inamla yenidən yazır, hər kədərin ardında gizlənən dərin məna və ümidləri qəlblərində daşıyırdılar. Həyat, Tolstoyun romanlarında təsvir olunan kimi böyük, dərin və ziddiyyətlərlə dolu idi. Hər birimiz keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını ürəyimizdə saxlayaraq, bu böyük romanın səhifələrini özümüz yazırıq. Kəhrizli kəndində, dağların ətəyində və çayın sərin suları arasında hər kəs bilir ki, sevgi və ümid hər çətinliyin öhdəsindən gəlmək üçün ən böyük gücdür. Beləcə, ömrün səsləri, ümid və sevginin dastanı adlı bu dastan Kəhrizli kəndinin qoca divarlarında, ulduzlu səma altında və insan qəlbinin ən dərin künclərində əbədi olaraq yaşadı. Hər kəs öz içindəki işığı taparaq, sevgi, mərhəmət və ümidlə gələcəyə baxmağa davam etdi. Bu nağıl yalnız bir kəndin və iki gəncin hekayəsi deyil, eyni zamanda bütün insanlığın ürəyində, həyatın hər anında doğan dərin eşq və sarsılmaz inamın təcəssümü oldu.